Keçmiş Təhsil naziri Misir Mərdanov bilik günü tədbirlərində iştirak edib. Onun məktəblinin uzun saçını təəccüblə göstərməsi marağa səbəb olub. Əməkdar artist Dilarə Əliyevanın nəvəsi Aygülün 5 yaşı tamam olub. Aktrisa nəvəsinin özəl günündən görüntülər paylaşıb. Bugün bizim üçün 2 qat bayramdır. Həm canımız Aygülün 5 yaşını qeyd edirik, həm də onun ilk dəfə məktəbə qədər hazırlığa qədəm qoymasının sevincini yaşayırıq. Sənin gülüşün evimizin işığı, ürəyimizin sevincidir. Uğurların, yeni öyrəndiklərin, dostların səni hər gün daha da xoşbəxt etsin deyə Dilarə Əliyeva bildirib. Qeyd edək ki, Aygül aktrisanın qızı Aytənin övladıdır. Aytənin bu yaxınlarda daha bir qız övladı dünyaya gəlib. Dilarə Əliyevanın Banu adlı daha bir qız övladı da var.